Rayos İspanyol futbolçu ilə də mübarizə aparır. Qapıya doğru zərbə, az qala top qapıdan keçəcəkdi. Bəli, mən qeyd etmişdim. Külək var, güclü külək var və hazırda külək məhz Interin qapısına doğru əsir və bu baxımdan rəqib oyuncuların belə zərbələr vuracağı gözlənilən idi. Araz Abdullayevin də Panionis'də çıxış etdiyini bildirək bu çempionatda. Zərbə və top qapıdan keçmir. Azərbaycan sayağı bir hücum, belə deyək. Əla bir hücum idi. Əla sadəcə olaraq indi dəqiq zərbə vurmaq lazım idi və dəqiq zərbəni Adamya vurdu. Təbii ki, belə zərbələrin mahir ifadəsi. Lənkəranda keçirilən Xəzər Lənkəran-Lex görüşü davam edir və orada hesab bərabərdir. Birinci hissədə vurulan qollardan başqa hələ ki qol olmayıb. Biz isə Asteras'ın hücumunun izləyirik. Leandro Alvarez'in ötürməsi. Top qapımıza vurula bilər. Və Lamaya daha sonra müdafiəçilərimiz komandamızı qoldan xilas etdi. Təbii indi müdafiəmizdə çox böyük bir boşluq yarandı. Fikir verin. Abdullayev və artıq geridə heç kim yoxdur. Lamaya ilə tək qalmışdı rəqibin futbolu. Adamya 11 Asif Məmmədov oynayırdı. 18 nömrəli oyuncu Nizami Hacıyev əvəzlədi. Inter komandasının təhlükəli hücumu yallaşa bilər. Georgi Adamya ötürməsi və gol! Adamya'nın ötürməsindən sonra yəqin ki bu gol inanmaq istərdik ki Asteras üçün şok effekti yaratsın. Taleş Şutsun qolu izləyirik. Çox gözəl bir gol alındı başla. Yaxşı oynamağı bacarır bu futbolçu və taran tipli hücumçudur və öz taran tipli hücumçu olduğunu bu qarşılaşmada da sübuta getirdi Taleş Şut. Görüşün artıq 46-cı dəqiqəsində hesabı açır. Qolu dəfələrlə izləməyə dəyər. Baxmayaraq ki, uca boylu müdafiəçiləri var. Asteras'ın ancaq onlar Şutsun qoluna mane ola bilmədilər. 46-cı dəqiqə. Təəssüf belə epizodda necə qol buraxmaq olar? Çox təəssüf. Müdafiəçilərin ani səhvi, necə də bu epizodda onlar rəqib futbolçunun topa zərbə vurmasına imkan yaratdılar. Çox təəssüf. Hesabı qoruyub saxlaya bilmirik. Emanuel Perroni. Ani bir zərbə və Lomaya'da topun qapıdan keçməsinə mane ola bilmədi. Ona dəqiq ötürmə olsa bu futbolcu cinahdan hücuma çox yaxşı qoşulur. Zərbə vurmaq olacaq mı xeyr? Arif Daşdemirov var. Qapıya doğru sərt zərbə və top qapının yanından keçirib. Yenidən Inter hücumda da çox fəallaşıb komandamız. Adamya'nın zərbəsi özü vurmamalıydı, gözləməliydi, ötürmə verməliydi. Bir qədər xəstlik etdi Adamya. Çünki qarşısında əgər o qədər çoxlu müdafiəçi varsa, mütləq ötürmə vermək lazım idi. Özdə Niyazsə ötürmə gözləyirdi. Hacıyev yerdə qalır, hakimin fiti yenə susur. Perroni'nin zərbəsi və Lomaya. Perroni çox təhlükəli oyuncudur. Bəlkə də bu oyundan sonra Azərbaycan klublarının da diqqətini cəlb edə bilər. Bax, görürsünüz, təmkinlə və intizamla oynamağa çalışırlar. Qaydanı pozmurlar təhlükəli nöqtələrdə Interin oyuncularından fərqli olaraq. Nizami Hacıyevdən çox gözəl hərəkətlər. Davud Petar Zlatinov idi bu. Adamya. Kandilaki qapı qarşısında ötürmə vermək lazımdır. Dərhal. Çox fikirləşir Kandilaki bu oyunda. Çox gecikdirir oyunu. Zlatinov və top qapıya doğru getmədi. Nizami Hacıyev hücuma qoşulmuşdu. Offside da yox idi. Çox gözəl çıxmışdı. Mərəqə ki sıçrayıb. Qonaqlar hücumdadır. Timo Navarro. Navarro'nun zərbəsi at. Lomaya zədələnir. Lomaya artıq son dəqiqələr gedir görüşdə. Yəqin ki bu dəqiqələrdə hakim görüşü başa vuracaq. Beləliklə Inter Asteras görüşü qalib olmadı bu görüşdə. Hesab bərabər oldu 1-1.